Salam hörmətli dostlar, demək bu TikTok platformasında bir çox maraqlı layihələr olur. YouTube'dan kəsib qoyurlar, ya necəsə elə birbaşa TikTokda yayımlar eləyirlər. Çox yadda qalan məsələn kontentlərə rast gəlirəm. Onların biri bizim hörmətli axundumuz Hacı Azər Saninin klassik şeirlə bağlı izahatlarıdır. Bildiyiniz kimi o şəriəti çox yaxşı bilir, üstəlik klassikanı, klassik ədəbiyyatı da yaxşı bilir və onun həmişə qarşıma çıxan yozumlarını mən çox diqqətlə qulaq asıram. Və onun mənim çox sevdiyim Hacı Ələmdar Mahiri sevməsi də Azər bəyə münasibətimi, yəni ona olan hörmətimi 2 qat artırır. Bu yaxınlarda isə onun Füzulinin məşhur Daş dələ rahim oxu şəhtilərinin şövqündən, Nola zəmbur edənə bənzəsə Beytülhəzənim beyti ilə bağlı izahatına qulaq astım və bu əlavəni eləmək ehtiyacı hiss elədim. Demək orada Azər bəy xüsusən harda mənə elə gəlir ki, əlavəyə ehtiyac var, o deyir, niyə zəmbur evinə bənzədilir, Beytülhəzən, hüzn evi niyə zəmbur evinə oxşadılır, yəni arı pətəyini niyə oxşadılır. Deməli, bununla bağlı mənim tərcümə halında maraqlı bir nüans var. O vaxt biz rəhmətli Hacı Ələmdar Mahirin Füzuli məclislərinə də gedirdik. Bu beytin izahı məni heç vaxt qane eləmirdi, heç vaxt. Hətta Ələmdar Mahir kimi ustad bir sənətkarın belə izahatlarında nəsə hiss edirdim ki, yarımçıq qaldı. Demək, başqa insanlardan da mən soruşmuşdum, Füzuli şünaslardan, Füzuli aşiqlərindən, Füzulini əzbər bilən insanlardan, şəriət adamlarından, xüsusən Bakılı mütəxəssislərdən heç vaxt ürəyimcə olmurdu bu izahatlar. Yəni bir gün o cümlədən Hacı Azərin izahatı da məni tam qane eləmədi. O təxminən, indi axtarsaz tapa bilərsiniz, təxminən belə bir izahat verir ki, arı bir 8 kilometr diametr istiqamətdə hərlənib bal toplayır. Əgər həmin yeri biz betona, asfalta çevirsək, arı onu da qaşıya-qaşıya bala çevirəcək. Çünki onun işi budur. Belə deyək də, Tanrıdan yaradılışı, fitrəti budur. Füzuli də buna işarə vurur ki, daş belə olsa mənim ahımın oxları dələr. Amma mənə elə gəlir ki, Füzulidə metaforalar, bənzətmələr bu qədər yayğın deyil, yəni konkretdir. Təsəvvür elə o qədər konkretdir ki, məsələn, o deyir ki, qan ağladığım Qönçəyi Xəndanım üçündür. Məsələn, o qan ağladığım Zülfü Pərişanım üçündür deməz. Çünki qan ağlayanda qanın rəngi də qırmızıdır. Qönçəyi Xəndan da, yəni insanın dodaqları da qırmızıdır. Yəni o heç vaxt təsadüfi və yayğın, dağınıq bənzətmələr işlətmir. Məsələn, deyir, iqd zülfün açma ki, aşıftə hal eylər məni. Saçın düyününü açan kimi o belə pəjmürdə hal alıb, belə dağılır, qəribə bir şəkil alır. Onu insanın deməli, aşıftə hal olmasına bir metafora eləyir. Yəni, təsadüfi deyil, feili, hərəkət belə bir-birə bənziyir, nəinki vəziyyət. Yəni, buna görə də bu beytdə də çox ciddi bir konkretlik var və mən bunu necə tapmışam? İzahatlar məni heç vaxt qane eləməyib və içimdə bunu bir ağrı kimi gəzdirmişəm bu beyti və bir dəfə gənc yaşlarımda mən bir müddət namaz qılmışam, həmin vaxtlar idi və Ağcabədi ərazisində bir qohumumuzu haramıda gülləliyib öldürmüşdülər. Mən onun yasına getmişdim. Deməli, orada da qaçqınlıq həyatı idi. Daxmalarda zadda olurdu insanlar, belə normal yerlər yox idi. İllah da yaz düşəndə falan insanlar çətinlik çəkirdilər. Xüsusən qadınlar, kişilər üçün indi mağarzat qurulurdu bir təhər. Mən evdən aralanıb axşam namazını qıldım. Qadınlar da deməli günüz ağlayıb yorulmuşdular, artıq dəfn də olunmuşdu. Axşama yaxın artıq qadınların ağlaşma səsi də kəsmişdi və mən yavaş-yavaş qamış daxmaya yaxınlaşdım. Elə o arı pətəyinə bənziyirdi və qadınların astadan ağlaması, sızıldayaraq, zümzümə eləyərək ağlaması dəhşətli dərəcədə arıların səsinə oxşadı. Yəni biz arı saxlamışıq, atam arı saxlayıb, mən arı pətəklərində yaxınlaşanda içəridən arıların sızıltılarını uşaqlıqda mən eşitmişdim. Və qəflətən ildırım kimi Füzulinin beyti elə bil beynimdə şaqqıldadı və orada mənə agah oldu ki, Füzuli məhz insanın kənardan gizləyərək, ətrafdan gizləyərək, gizli-gizli sızıldayaraq ağlamasını arıların sızıltısına, indi onun biz vızıltı, dızıltı hesab eləyirik, amma ona diqqətlə qulaq assaz, həm də orada bir sızıltı var. Arılar həqiqətən
öz pətəklərində sızıldayırlar. Və o sazın bəminən bir siminin səsinə də oxşuyur. Belə vuranda belə bir sızıltı yaradır sazda. O başqa musiqi alətlərində yoxdur. O da arının səsinə, ağlamaq səsinə, həzin ağlamaq səsinə bənzəyir. Füzuli burada çox konkret bir bənzətmə işlədib. Daş dələ Rahimov Şəhd Ləbin şövqündən. Daş dəlmək burada mübaliğədir. Azərbaycan dilində var ki, ahımın oxları daşı dəlir. Naləm daşları, qayaları uçurdar, göyləri uçurdar. Füzulinin özündə də var. Bu adi bir ifadədir. Bizim dildə çox işlənən bir ifadədir. Hamımız da onu işlədə bilərik. Burada elə də xüsusi dərinliyi axtarmaq lazım deyil. Şəhd Ləbin şövqündən dodaqlarını bala bənzədir. Bala bənzətdiyi üçün də özünün o şəhd ləbin şövqü ilə, onun həsrəti ilə ağlamağını isə arıların həmin sızıltısına bənzədir və deyir ki, nə olar ki, mənim hüzn evimi də arının pətəyinə bənzətsələr. Çünki kənardan dinləsən, həssaslıqla məhrəmanə dinləsən, hər ikisindən eyni sızıltıların gəldiyini görəcəksən. Çünki mətləb bir-birinə bənzəyir. Necə ki, arı balın şövqü ilə, balın həsrəti ilə orada sızıldayır, mən də sənin bala bənzəyən ləblərinin eşqi ilə sızıldayıram və ağlayıram. Bu qədər hamınıza uğurlar arzulayıram və Azər Saniyə bir daha təşəkkürlərimi bildirirəm bütün o çıxışlar üçün.